Aşağı ətrafların varikoz xəstəliyində bir çox insanlar elə bilir ki, yalnız yeganə müalicə yolu cərrahi müalicədir. Xeyr, belə deyil. Müalicənin növü xəstəliyin inkişaf dərəcəsindən, mərhələsindən asılı olaraq seçilir. Və xəstəliyin başlanğıc dövrlərində biz təbii ki, bunlara daha çox məsləhət görürük ki, konservativ müalicə aparılsın, yəni dərman müalicəsi. Bəli, bugün bunu aparmaq üçün bizim arsenalımızda müxtəlif preparatlar var. Və bu preparatların əksəriyyəti bioflavonoidlərdir, yəni bitki mənşəli preparatlardır və onlar orqanizmə heç bir mənfi təsir göstərmir. Bu preparatları biz hətta xəstələrə aylarla, bəzən də illərlə təyin eləyə bilirik. Bununla bərabər digər bir vacib müalicə komponenti, bu isə xüsusi corabların, necə deyirlər, kompression corabların, sıxıcı corablardan istifadə edilməsidir. Bugün dünyanın əksər guideline-larında, kliniki protokollarında kompression corablardan istifadəyə çox geniş yer ayrılır. Və beləliklə də, hörmətli dinləyicilərimiz, bizi izləyənlər, biz çalışırıq ki, dərman müalicəsini dediyim kimi kompression terapiyanın bir yerdə ikisinin sintezindən gözəl bir effekt ala bilərik ki, hər bir halda sizin bu xəstəliyin gedişində vəziyyətinizi yüngülləşdirə bilərik və bəzən hətta cərrahi müalicəni qabaqlaya bilərik. Ona görə də vaxtına müraciət edin ki, biz sizə lazımi köməkliyi göstərə bilək.